Siçan, pişik və xoruzun nağılı. Biri var idi, biri yox idi. Bir gün siçan dünyanı gəzmək qərarına gəldi. Səyahət üçün biraz ərzaq topladı, evinin qapısını bağlayıb yola düşdü. O dünyanın gözəlliyinə heyran olmuşdu. Əvvəllər rast gəlmədiyi hündür ağacları, şəhərin ətrafındakı təpələri, gülləri və kəpənəkləri gördü. Uzun səyahətdən sonra gəlib bir kəndlinin evinə çıxdı. Siçan çox yorulmuşdu. Özü ilə götürdüyü yeməkdən biraz yeyəndən sonra fikirləşdi ki, bu qeyri-adi evi axtarsın. O fermanın həyətinə girdi, təəccübdən gözləri bərəldi. Qarşısında əvvəllər heç vaxt görmədiyi iki qəribə heyvan dayanmışdı. Onlardan biri böyük və yaraşıqlı idi. 4 ayağı var idi, yumşaq xəzlə örtülmüşdü. Nazik düz bığları ona xüsusi təmtəraq verirdi. Digərinin isə 2 ayağı, qırmızı, sarı və yaşıl rəngdə lələkləri, sərt baxışları var idi. Bir cüt iti gözlər, qırmızı pipikli başdan balaca siçana doğru qəzəblə baxırdı. Salam, salam deyərək siçan onu salamladı. Adını bilmədiyinə görə özünü çox narahat hiss etdi. Lakin qeyri-adi məxluq sinəsini şişirtdi və ucadan banladı. Quqquluqu, quqquluqu. Sonra qorxub yerində donub qalmış siçana doğru yeridi. Balaca siçan gördü ki, böyük sarı dimdik onun başının üstünə alıb. Mən qaçmalıyam deyə o civildədi. Çevrilərək var gücü ilə qaçmağa başladı. Siçan divarda bir deşik gördü. Özünü deşikdən içəri saldı. İçəridə 3 dənə üz təəccüblə ona baxırdı. Sən hardan gəldin? Onlar soruşdular. Balaca siçan təngə nəfəs aldı. Çox uzaqlardan. Bəs indi mən hardayam? Deyə soruşdu. Bura bizim evimizdir. Biz tarla siçanlarıyıq. Nə baş verib? Balaca siçan onlara fermanın həyətində rast gəldiyi heyvanlar haqqında danışdı. Biri yaraşıqlı və təhlükəsiz, digəri isə rəngarəng və zalım idi. Siçanlar güldülər. Özünü ələ al, gəl bir fincan qəhvə iç. Təhlükədə olduğunu başa düşməmsən? Səni qorxudan məxluq xoruz olub. Ancaq digər yaraşıqlı və təhlükəsiz olansa bizim düşmənimiz pişikdir. Əgər o səni görmüş olsaydı, indi burada bizə bu əhvalatı danışa bilməzdin, ha? İndi başa düşdün ki, hər şey göründüyü kimi deyil.